Salam, yenə mən İsmail Turu partiçi ilə qarşınızdayım. Bu kiçik köşkü çəkməsəydim olmazdı. Belə balaca dəcələ tanış oldum. Arxa fonda o güləni heç bilmirəm kimdir, yəni həqiqətən. O qaçırmamız da onu qovur. Sonra biz yemək üçün təbii ki restorana getdik. Biz demək olar ki restoran gəzmişik. Hələ siz bizim bu balaca dəcəlimizə baxın. Bizlə bərabər bütün turu gəzib. Bu rayonların olmazsa olmazı Samavar çayıdır. Biz burada əslində qutab falan da yedik. Amma çəkmişdim mən onları, sadəcə yaddaşda qaldı. Nəysə, bunu deyə bilərəm ki, çox ləzzətli bişirmişlər. Daha sonra özümə kiçik belə su aldım, buzlu suydu, amma daha sonra İsmail'də belə bir restorana getdik. Əslində Qəbələyə də getmək fikrimiz vardı. Sadəcə olaraq zəng elədi və dedilər ki, 7 gözəl şəlaləsi bağlıdır. Biz də bu səbəbdən Mən də bu səbəbdən meşəni gəzməyə çıxdım. Meşələrini təbii ki. Sonuçta rayona getmişik. Yəni görməyəkmi ağacları, otluqları, çəmənlikləri, yağaçları. Çox getdim, çox gəzdim. Dərə açdım, təpə açdım, bu tısbağaya rast gəldim. Minnoş bir tısbağaydı həqiqətən. Burada qaçmağa çalışırdı məndən. Mən dedim ki, heç vaxt məndən sürətli ola bilməzsən. Burada bir qrup var idi, sinif yoldaşları yığışmışdı. Çox mükəmməl bir qrup idi. Və mən düşünürəm ki, burada gecikmiş və yaxud da baş tutmayan sevgi və məhəbbətlər var. Ya da yarımçıq qalan.